Telekanalların birinin rəhbəri mənə müraciət elədi ki, gözəl bir səsli bir cavan oğlan var. Gəlin onu ilə bağlı bir çəkiliş eləyək. Getdik, səsi dinlədik. Ancaq əfsuslar olsun ki, onun özünə görünmədən onun səsini dinlədik. Niyə? Çünki qaçırdı. Həqiqətən qaçırdı. Dinləyəndən sonra qərara gəldik, ssenari yazdıq. Gözəl bir klip çəkmək istədik onun ifasıyla. İnanın ki, bu şəhərdə 3 gün biz onu axtardıq, ancaq tapa bilmədik. Çünki nə efiri sevmir, nə çəkilişi, nə də səhnəni o qədər sevmir. Bu ecazkar səsin sahibi, Gəncə Dövlət Filarmoniyasının solisti Elmir Bişnamazadədir. Qarşılayaq! Bir gülsen dermişem gençlik bağında, bir gülü çiçeği dermerem sensiz. Kamaldın ömrümün oğlan çağına, bir bağa bahçaya girmerem sensiz. Bir gül sen dermişem gençlik bağında, bir gülü çiçeği dermerem sensiz. Kamaldın ömrümün oğlan çağına, bir bağa bahçaya girmerem sensiz. Şükriye talihim, şükür Hudaya. Gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere sensiz. Seninle gezerem ilden ileme, bataram çıkaram silden sileme. Düşerem ağıza dilden dileme, yaşayabilmerem bir kere sensiz. Seninle gezerem elden ileme, bataram çıkaram silden sileme. Düşerem ağıza dilden dileme, yaşayabilmerem bir kere sensiz. Şükriye talihim, şükür Hudaya. Gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere sensiz. Şükriye talihim, şükür Hudaya. Gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere sensiz.
Elmir Pişnamazzadə. Onun ifasını dinləyəndən sonra əminəm ki, məni qınamadınız ki, niyə onun ardınca 3 gün 3 gecə düşmüşəm? Dəyər. Həqiqətən dəyər.